O hansı mahnı idi? Ah bəlalım benim. Bu xərçənglə deyəndə xərçəng yəni ailə, ailə yəni xərçəng. Onlar ailə düzeyində yaradılmış insandılar. Dostluq olsun, şirkət olsun, hər nə olsunsa, onu qorusunlar, qoruma güdüləri var. Məqsədlər odur. Məqsəd ondan başqa məqsədlər yox. Özlərini daha rahat hiss edirlər evdə. Evdə olanda isə onların ən müqəddəs yeri bir sadadır. Mutfaq. Mutfaq onların ən gözəl yerləridir. Çünki özünü ifadə edə bilir. Kişi xərçəng isə demək olar ki, o bazarlıq eləsin, evə özünü ailə canfəşanlıq eləsin. Bir də evi harada tikə bilərsən. Uşaq vaxtı fikir verirsiniz, o köhnə oyuncaqlar vardı, ev tikməklə falanla. Onlar ondan zövq alarlar.